Axşamı xeyir, hörmətli izləyicilər. Saray qəsəbəsində 84 min manata 3 otaqlı ev çıxdı satışa, amma çox fərqli proyektdir, lazımlı bir proyektdir həqiqətən. Evin aşağısı yuxarısından gözəldir, yuxarısı aşağısından gözəl. Padvallı, trapı, ondan sonra mərkəzi kanalizasiyası, qaz, su, işıq sayğacları var. Sənədi də ki, paket kupça, yəni evin də kupçası var torpağında. İndi hələ həyətin genişliyinə baxın, bir dənə zəhmət olmasa bax. Buradan göstərirəm sizə, həyəti tam görəsiniz. Bax, darvaza buradır. Təsəvvür elə, burada mərkəzi kanalizasiyanın trapı var. Buradan xüsusi bağ yeri ayrılıb. Görürsünüz nə boyda ərazi var. Burada ağac, gül, nə bilim, nə istəsiniz aça bilərsiniz. Meyvə ağaclarına qədər burada əkmək mümkündür. Bir dənə də evin ümumi görkəmini göstərək. Bax, görürsünüz necə? Deməli, 1, 2, 3, 4, 5, 6, neçə daş kürsülüdür? 7 daş. 7 daş kürsülüdür. Bax, padvalın oradan pəncərəsi də görsənir. Buradan balkonu, şəbəkə pəncərə, evimizin divarları, evin özü tarsovka emusiyadır. Bunları inşallah yaxından gəlib görəcəksiniz. Mən birinci istəyirəm bu padvala bir dənə göstərim. Bax, həyətdən gəlirik 1, 2, 3, 4, 5. 5 daş düşürük aşağı. Hətta bura qədər trap qoyulub. Burada qəşəng qapısı var. Buradan bax, gəlirik, yürürük içəri. Evimizin bütün polu monolitdir, beton monolit. Bax, bir dənə buradan göstərim. Monolitdir. Bütün ev boya-boy monolitdir. Bax, belə bir böyük bir zaldır, görürsünüz aşağıda. Düz gəlir buradan, yenə də öz həyətinə. Bax, burada da, arxada da bax, belə bir məsafəsi var, görürsünüz. Bax, bu da hələ bu evə aiddir. 84 mindən də qiymətində endirim olunacaq. Ara kəsmələri nə qədər qoşa daşdır. Sonra buradan elə girək, yaxşı. Bax, buradan giririk, bura. Bax, burada da böyük bir belə zaldır. Bunun da bir dənə patrakonu göstərir, görürsünüz monolitdir. Bax, bunlar hamısı ölçüb, hətta belə bir dayaqlara qədər qoyulub. Buradan təzədən çıxırıq. Bir də bayaq indi buradan qapıdan girdiyimiz yerə. 84 min manatadır, Saray qəsəbəsindədir bu ev. Mütləq gəlin bu evə baxın. Fərqli proyektdir. 2 mərtəbə tipli deyərdim, nə bilim, kürsülüdür, ya padvallı. Bax, belə bir şeydir. Özünüz gələndə inşallah hamısını görəcəksiniz. Buradan da pləkanlarla, bax, abisovkadır pləkanları qalxırıq. Bax, burada istipolun korrektorudur. Burada da kombi olacaq, qaz xəttinə qədər çəkilib, hazır vəziyyətdədir. Hələ indi evin içərisinə baxın. Ayaqqabı ilə girmək olar. Hələ evin içərisinə baxın. Girən kimi belə bir koridordur. Bax, belə qəşəng ramkalı, işıqlı, kondisionerin şurnuruna qədər atılmış bir evdir. Elə birinci qonaq otağına baxaq. 84 minədir, bax bu ev, Saray qəsəbəsindədir. TV-Stentin yeridir, bax bu. Yenə də işıqlı, pəncərəsi karisiv pəncərələrdir, öz həyətinə baxır. Həyəti genişdir, ha. Mütləq bu evə gəlin, baxın. Qonaq otağına qədər kondisionerin şurnuru qoyulub, çox super təmirli evdir. Gələndə inşallah görəcəksiniz. Hələ mətbəxinə baxın. Deməli, mətbəxi şermə qranitdir, qalan otaqlar laminatdır, amma ev boydan boya istipoldur. Qaz xəttinə qədər çəkilib, bütün nöqtələr, aspiratorun yeri, hər bir şey kanalizasiyasına qədər çəkilib, hazır vəziyyətdədir. İndi yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır və kifayət qədər də genişdir. İnşallah gələndə bunu görəcəksiniz. Bu da bir yataq otağı. Bu da bizim sanitar qovşağımız. Burada istipoldur, yoxsa? Hə, burada istipoldur. Deməli, bir də izah edirəm. Deməli, Saray qəsəbəsində Nizami küçəsi var, Nizami küçəsinin asfalt yolu var. Oradan düşüb düz axıra qədər gəlib çıxırsınız bu evə. Ən hündür yerdədir. Elə bu həyətə girən kimi siz görəcəksiniz ki, bura hündür yerdir, burada su bası var, nəm, belə şeylər yoxdur. Yəni torpağı quru yerdədir, münbit yerdədir. 84 mindən də ev sahibi özü endirim eləyəcək. Mütləq gəlin bu evə baxın. Sağ olun.